Salam, hürmetli tamaşaçılar. Bu güzel payız gününde bizim için mukaddes bir mekan olan Hakk'a Sarı Veriliş'in stüdyosunda sizinle bir daha görüştüğümüz, salamlaştığımız için Tanrı'ya şükredir, size hoş gün, hoş güzara arz edirik. Bu mekandan çok konaklar gelip geçip edebiyatımızı, folklorumuzu, mifologiyamızı, nesr eserlerimizi, resim eserlerimizi tebliğ etmek için, bizim için bu stüdyo sözün esil manasında mukaddesleşip düşen, yani ikisinde hoşunuza gelir. Çünkü mukaddes bir mekanda, mukaddes bir ocak yaratmak, halkımızın geçmişini, geleceğini, bugününü, şiirini, senetini, folklorunu ki sizin nezarınıza çattırmak özde bu seviyede. Bana öyle gelir ki bizim için fəxirdir ve fəxr olarak da kalacak. Burçal'da bilirsiniz güzel sanatkarlarımız, aşıklarımız, aşık senetimiz yaşanan karifeylerimiz olup ve indinin özünde de var. Burçalı olasan şeire, senete, güzelliğe, Tanrı'nın bize bəxş ettiği bu güzel dünyanın kıymetini verebilmeyesen, bunun özü ile öz-özlüğünde bir günah sayılır. Şairlerimiz çoktu. El şairlerimiz, bugün yaşayan şairlerimiz, öz sözlerini deyip dünya ile vidarlaşmış sanatkarlarımız çok da onlara rahmet eylesin deyirik. Ve indinin özünde de var. Bayaq dedim, gene deyirəm. Borçalda dünyaya göz açasan, bu torpağın havasını udasan, suyunu içəsən, çörəyini təam edəsən və şeirimizə, sənətimizə, sənətkarlarımıza yukarıdan bakasan, bunun özü günahdır. Ona göre sənətkarlarımız ölenlere rahmet demişik, yaşayanlara can sağlığı arz edirik ve bugün de eline sağlanan aşklarımız, sanatkarlarımız, ustadlarımız bizim için büyük işler görürler ve bizim de onlara rağbetimiz, sevgimiz büyüktür. Eline kalem alan istidadlı şairlerimiz özrek sözlerini ki misraları bize çattırır. Onun özü büyük şeydi. Elə bu sanatkarlardan, bu şairlerden, bu istedadlardan biri de bugün bizim Hakk'a Sarı Veriliş'in konağıdır. Gelin hamımızın adımızdan ona hoş gelipsiz diyek. İlyas Efendi Vefalı. Bir daha deyirəm, stüdyomuzun tamaşaçıları adından hoş gelmişsiniz. Yer gelmişken onu da qeyd edeyim ki İlyas müəllimin bu yıl 65 yaşı tamam olur. Ve bütün Hakk'a Sarı Veriliş'inin tamaşaçıları adından bir daha sizin 65 yaşınızı təbrik edirik. Bu mənim iştirak elədiyim sizin təbrikinizdə Borçalda təşkil olunan məclislərin ikincisi deyərdim. Elə deyilmi? Evet. Ve bu inşallah gelen günlerde de biz bunu devam edeceğiz. Yubileyiniz mübarek olsun. 65 yılınızı təbrik edirəm. Orada da dedim, burada da deyirəm. Qoy eşidəndə onun da könül asılsın. Sizi belə cavan, gümrah, güzel yerinde saxlamış hanımıza da teşekkür edirik. Ki bizim el oğlumuzu, bizim istedadlı şairimizi neçə kitap, 6 kitap müəllifi yoksa 5. 5 kitap müəllifi olan İlyas Efendini belə gümrah saxladığı için onun dostları kimi ona teşekkür edirik. İlyas müəllim hakkında yəqin ki ilerleyen dəqiqələrdə biz her şeyi size çatdıracağıq. Ama onu diyeyim ki Bakıda yaşayır, jurnalisti, mətbuatda çalışır, bir şiirler kitabının müəllifidir ve inşallah biz onun 6. kitabının da müzakirəsini keçirəcəyik burada. Biz bu müqəddəs ocaqda bizim için müqəddəs məkan olan bu stüdyoda o kitabı mütləq işıqlandıracağıq Allah'ın köməkliyi ilə.
Hörmətli tamaşaçılar, həmişə qonaqlarımıza xoş gəldik deyəndən sonra, onun haqqında qısaca məlumat verdikdən sonra Borçalımıza bağlı, Borçalımızın milli xüsusiyyətinə bağlı, bu torpağın ətrini verən şairlərimizi, qələm sahiblərini harada yaşamasının asılı olmayaraq biz ürəklə qarşılamışıq. Ona xoş gün, xoş güzəran arzu eləmişik. Ən əsası isə uzun ömr arzu eləmişik. Harada olursan ol, əgər Borçallığı yaddan çıxartsan, demək Borçalı deyilsən. Bizim özümüzün doğrudur, ümumiyyətlə Türkük, Azərbaycan xalqına mənsubuq, Gürcistanda yaşayırıq, Borçalıda da bir məkanımız, bir vətənimiz var, müqəddəs bir məkanımız, bizim üçün müqəddəs olan bir məkan. Məndən soruşdular ki, Naxçıvanda bir tədbirdə yaşlıları xəttinə getmişdi, soruşdular ki, haralısan? Dedim, Borçalıdanam. Biri dedi ki, hə, mən bilirəm ölkəni, tanıyıram oranı. Borçalının sınırı sərhəddi Azərbaycanla sınıq göldən başlayır. İlyas müəllim, mənə belə bir söz dedi. Dedim ki, bəlkə də coğrafi sınırı sərhəddi oradan başlayır. Amma mən sizinlə razı deyiləm. Dedi, niyə? Dedim, ona görə ki, Borçalı ilə Azərbaycanın sınırı sərhəddi Gürcistanda yaşayan 1 milyon Azərbaycanlının qəlbindən, rüyayindən başlayır. Və bütün zal şapalaq çaldı, alqışladı. Yəni ki, Borçalı, harada olsaq biz Borçalımızın adından fəxr edirik. Biz burada yaşayışımızla, torpağa bağlılığımızla, əməksevərliyimizlə, qonaqpərvərliyimizlə, ən əsası isə folklorumuzu yaşatmağımızla fəxr edirik. Əgər biz bunu yaşadırıqsa da, demək, bu xalqın adını daşımağa haqqımız var. Bir şey də deyim ki, folkloru zəngin olan və bu folkloru sevməyə qadir ziyalısı olan bir xalq mənəviyyatda zəngin olmalıdır, qiymətli olmalıdır. O ziyalılarımızın içərisində, torpağa bağlı ziyalılarımızın içərisində bir nəfər də bugün bizim oturuqda, bu bizim İlyas Əfəndi vəfalıdır. Bir daha xoş gəlibsən deyirəm. Bir dəfə tamaşaçılarımız adından təşəkkür edirəm ki, siz vaxt ayırdınız, bizim studiyamıza gəldiniz və burada ürək sözlərinizi deyəcəksiniz inşallah. Buyurun. Əli müəllim, çox sağ olun. Əvvəs gün elə bu studiyada oğullar arzulayıram. Borçalı yaşatmamız üçün. Siz özü Borçalının il parçasısınız. Borçalı folklorunu yayırsınız, paylaşırsınız. Mən də sizin gələ bu torpağa bağlayam. Şimdi bir şeirimi deyəcəm. Kim deyir ki, atım, mükafatım yox. Mənim üçün şərəfdir, şandır Borçalı. Burada doğulmuşam, el aləm bilir. Zamanımda axan qan Borçalı. Borçalı mənim üçün hər şeyə, Əli müəllim. İndi mən sizə bir şey deyim. Əlbəttə biz sizin şeirlərinizdən də, yaradıcılığınızdan da tamaşaçılara çatdıracaq irəliləyən dəqiqələrdə. Amma bir verilişlərimizin birində mən demişəm, burada da yəqin ki, ikinci dəfə təkrar edirəm ki, Borçalıda dünyaya göz açasan, bunun havasını udarsan, suyunu içərsən, çörəyini yiyəsən, bu torpağın üstündə gəzərsən və deyəsən ki, mən Borçalı ziyalısıyam, Borçalı ağsaqqalıyam, Borçalı gənciyəm. Bunun özü mənim üçün fəxirdir və ona şeir yazmayasan. Əlbəttə, bu şeiri mən səndən istəyəcəkdim ki, Borçalı yazılmış bir şeirlərdən deməlisən. Amma bir bəndlə olmadı axı bu. Gerek bunun bir neçəsini deyəsən. Çünki bizə qulaq asanların çoxusu Borçalıdır. Bu studiyada 12 ildir Borçalılara xidmət edir və orada bizim qonağımız olub. Haqqasarı verilişində iştirak edib. Burada ürək sözünü deyən hər bir adam yəqin ki, Borçalı haqqında da öz sözünü, söhbətini
şiirini diyecek inşallah. Hemen Buyurun. çok sağ olun. Borçalı. Söykəli lələri Babakar dağı hem keşiğin çəkir, hem layla çalır. Çinollar yolunu yadigarısan, sənə baha-baha anam yüc alır. Ehramın dağlardan süzülüb gəlir, neçə çəkmələrdən çözülüb gəlir. Müqəddəs bir çaydır, safdır, təmizdir, məlhəmdir, yarama düzülüb gəlir. Cənnət nə şailədir sənin yanında, tarixə bəllidir, adın, sanın da, düşmənlər qan qusur. Adın gələndə məhdlik sivri olursan qeyrət anında. Döşündən süd əmən, oğlun qızın var. Özünə xas olan bahar yazın var. Dədəmiz Qorquddan bizlərə miras, yağıya dağ çəkən tavan sazın var. Sınıq körpü, sınan gəldi şişəsi. O tayın qəm pəncərəsi. Sənsən ata yurdum, anam Borçalı, Azərbaycanımın dilbər göşəsi. Doğma evladımdır, Ulu Nəriman. Şəmsi, Əliyar, Eyval, Abbas Əlimxan. Mehralı bəyim var, Mədəd ağam var. Sənlə fəxr edir anamız cahan. Sən deyib tüpürərək damana, evşimmişəm, üzü bəri bu yana. Misalına qoşmaq üçün ayana, torpağını ziyarətə gəlmişəm. Onu bildən patlayadı ürəyim, qalsa idi gözlərimdə diləyim. Sənsən havam, suyum, duzum çörəyim, din imana, bərəkətə gəlmişəm. Babakarın ətəyində gəzməyə, yalvıcanı seyrəyib süzməyə, ehram çayının sularında üzməyə, doğma yolda vilayətə gəlmişəm. İçmək üçün bulaqların gözündən, öpmək üçün gül çiçəyin üzündən, dadmaq üçün bağlarında üzümdən, sürəndəki bol nemətə gəlmişəm. Qohum qoyuşu, qardaş bacı sevinir, doğma ocaq, həyat bacaq sevinir, yurdum yuvam, başım tacı sevinir, Borçalıya ziyarətə gəlmişəm, doğma yolda vilayətə gəlmişəm. Yaman darıxmışım, çoxdakı ağzımdır, dağla ziyarət. Keçəcək həyata bu il nəhayət, hökmən baş tutacaq bu arzu niyyət. Yaman darıxmışam, mən sizdən ötürü. Sizdəki qürura, vüqara əhsən, sizdən əski olmaz, nə duman, nə kən, ab-ı havanızdır, yarama məlhəm. Yaman darıxmışam, mən sizdən ötürü. Sizdən bir təmənnam, bizdə ircan var, saxlayın mənim üçün zirvənizdə qar. Sənsiz şair köldüm, eyləyər qubar. Yaman darıxmışam, mən sizdən ötürü. Yardım üçün bul bulaqlar təklədir. Çatıbdır məqamı, vaxtı, vədədir. Sizsiz gözlərimdə dünya heçlədir. Yaman darıxmışam, mən sizdən ötürü. Çıxdım ki şu adıma, anam Borçalı. Yolunu gözləyir, dağlar qatalı. Deyil gələcəkdir, İlyas Səfalı. Yaman darıxmışam, mən sizdən ötürü. Bizim Borçalının gözəlliyi, mənzərəsi, coğrafi gözəlliyi ona görə bu qədər sevimlidir ki, onun başı qarlı dağları var. O dağlar ki, oradan bizə damcı yığılıb, bulaqlarından süzülüb gəlir və o bulaqlardan da bizim Borçalımızın Vena damarı olan Ehram çayla Tona çayı bizə sərinlik gətirir və torpaqlarımızı, bağlarımızı su ilə təmin edir. Borçalının təkcə nə gözəlliyi yox, həm də orada yaşayan adamların etibarı, torpağa bağlılığı, onun gözəlliyini vəsf edən şairləri və bunu ortaya çıxardıb, süfrəyə qoyan xanımları var. Bir daha sizə xoş gəlmişsiniz deyirik. Bir daha sizin əlbəttə ilerleyen dəqiqələrdə yine sizdən şeir istəyəcəyik. Borçalının dağlarına, çaylarına, ağsaqqallarına, əməksevərliyinə, qonaqpərvərliyinə buna ait şeirlər olmalıdır. Və bayaq dedim, yenə qayıdıram, hansı xalqın folkloru zəngindir, o xalqın mənəviyyatı da zəngindir. Naxçıvandan bir qonağım var idi, sən onu tanıyarsan,
Fərəc müəllim, gözəl jurnalistdir. Bir kitabını mənə göndərir, çox sağ olsun. Efir vasitəsilə ona salamını çatdırıram. O deyir, mən Borçalıya gəldim, yeni bir dünya kəşf elədim. Mən Borçalıya gəldim, adət ənənəmizi gördüm. Mən Borçalıya gəldim, folklorumuzu gördüm. Aşıq sənətimizi gördüm. Keçmişimizi gördüm. Mən elə bilirdim ki, burada olan, bir bölgədə olan yığışan Azərilər nəyisə oldu. Amma deyir, heç nəyi unutmayıb. Mən bununla fəxr edirəm. Bu kişinin sözüdür və buradan studiyamız vasitəsilə, efir vasitəsilə ona da təşəkkürümü və salamımı göndərirəm. Buyurun. Ay Borçalım. Dağlarım var qoşa-qoşa, doğma yurdum, ay Borçalım. Hər vaxt belə məğrur yaşa, doğma yurdum, ay Borçalım. Çöllərində quzum ələr, bulununda şimşək gülər, çölün açan əlvan güllər, doğma yurdum, ay Borçalım. Alma armud oldu səndə, çölüm çox şey oldu səndə, vallahi gözüm qaldı səndə, doğma yurdum, ay Borçalım. Qızım səndən çiçək dəvri, oğlum səndən xoşum gördü, mən şairə ilham verdim, doğma yurdum, ay Borçalım. İnsanların mehribandır, hava canlara dərmandır. Bu İlyas sənə qurbandır, doğma yurdum, ay Borçalım. Kəndimiz gül çiçəkli, xoş dirəkli, çəməndir, göldür kəndimiz. Bu yerlərdə mərd ürəkli, gözəl bir eldir kəndimiz. Demirəm ki, çox bağlıdır, amma qonaq qaralıdır, şəriklərdən aralıdır. Bir qızıl güldür kəndimiz. Qızları var gözəl göyşək, hər birisi incə çiçək, oğlanları giyir qəşək, şirin bir dildir kəndimiz. İlyas ruhundur bu kəndə, istərəm görəsən sən də, bir qonaq gəl yay gələndə, görəcək yerdir kəndimiz. Kəndimin. O torpaqlar ürəyimin həvəsi, ehram çayıdır, mənə verən gül səsi, bu könlümün zülüməsi, nəğməsi. Nəqalətdir, nəğməsində kəndimin. Şah hücarı Babakərdən almışam, şirinliyi bağlarında dadmışam, gül eşiyle xəyallara dalmışam, bölünmüşəm, həvəsində kəndimin. Bizim Borçalı mənim doğma elimdir, görən gözüm, tərif deyən dilimdir, öz qohumum, yaxın qoyuşum, elimdir, qurban olum hər kəsində kəndimin. Şair İlyas Borçalıda doğulub, saf mayadan mayalanıb, yoğulub, ya da cəllad öz elində qul olub. Kaş dönəydim əlində kəndimin. Görmüşəm, narazı deyiləm öz həyatımdan. Həmişə özümü mənşən görmüşəm, kirli olmamışam yoldaş yanımda. Həmişə özümü gülən görmüşəm. Sədaqətli dostum, tanışlarım var. Yaxşı dostun yaxşı dostları olar. Yaxşı dost, dostunun yerində qalar. Dostu dost yolunda ölən görmüşəm. İlyas dostluq edər, qədir bilənlə, namutlu, hünərli, qeyrət çəkənlə, hər şeyi anlayıb, yol göstərənlə, yaxşını, yamanı ölən görmüşəm. İlyas Əfəndinin şeirlərini, o 5 kitabı ki mən varaqlamışam, onların içərisində olan şeirlərin hamısı Borçalı ruhunda yazılmış şeirlərdir. Çünki Borçalı şeiri ona göre bu kadar sevimlidir ki o hecələrin üzerinde yazılır. Qoşma, gəraylı, divani, bunların hamısı aşklarımızın saz havaları üstünde misralanır. Ona göre de bu kadar sevimli ve güzeldir. Diyerdim ki sizin gələcəyə necə salanda son demək olar ki siz bütün varlığınızla, sözünüzlə, söhbətinizlə o şeirlərə düzdüyünüz misraların hamısından Borçalıya, elə obaya, kəndinə, adət ənənəmizə və burada yaşayan ağsaqqallara, əməkçəvi adamlarımıza gözəl münasibətindən seçilir. Bunun üçün mən hiss edirəm ki, bütün varlığınızla siz başqa yerdə yaşasanız da, başqa yerdən də bizim ana
halkın içerisinde yaşasanız da bütün varlığınızla Borçalı'ya vurgun bir adamsınız ve Gürsun'da yaşayan Azerbaycanlıların adetini, ennenesini hiç vakit unutma fikriniz yoktur. Sizin şiirleri ben varəkliyəndə bunların hamısını orada hiss edirəm. Buyurun, yine şiir istəyirik sizdən. Həsrətəm. Ay İlyas, o dağlar çox uzaqdadır. Kəmənə həsrətəm, üzə həsrətəm. Şəhərdəyəm, dağlardan yem düşmüşəm. Nəmaya həsrətəm, saza həsrətəm. Duman elif, dərə boyu sürünür. Saz qayada maral şərə bürünür. Bizim gözəllərin yeri görünür. İşvəyə həsrətəm, naza həsrətəm. Xeyli vaxt o dağlara getmirəm. İlyas daxtanını elə yetirəm. Mən şəhərə ümid etmirəm. Əlini çəkmişəm, yüzə həsrətəm. Ovuc qulaqlarda içmirəm. Sərvər dağda dəyər yeri seçmirəm. Oçu olub, dağdan dağa keçmirəm. Yavaca həsrətəm, düzə həsrətəm. Bu dərdi möhnəti ata bilsəydim, soyuq qolaqlığa qata bilsəydim, ağzım xoş ağzıdır, çata bilsəydim, ocağa həsrətəm, gözə həsrətəm. Şəfa bilib, əylərdim hər gülə, mən dönərdim, qəmli şeylə bülbülə. Qara bulaqda bircə dolçaq su gələ, bulağa həsrətəm, buza həsrətəm. Vallah. Ayya, xəstəliyim ağırdır. Dura bilənmirəm, ayağım Allah. Götürüb sağını, gətir yanıma. Elə bir qəm yağı, otağa valla. Keçinə bilmirəm, dərman davasız. Əlim çatmır, dağda olub vəfasız. Günüm qəm qüssəsi, sazsız, havasız. Düşmüşəm, xəttə xal, yatağa valla. Halım yoxdur, qalxam, tənbəl deyiləm. Sadəcə yata batıb, qoy bilsin aləm. Halı pisdir, əlim tutmayla qələm. Bir həsrət qalmışam, yazmağa valla. Tərəfim bəllidir, həyatda varam. Hərdən ağrı verir, sinəmdə yaram. Mən də sənin kimi bir nəməkəram. Heç tapmıram ki, fikri, atmağa valla. Möhtac eyləmə, ey böyük yaradan, sahibi qüdrət. Sən ağanı qulağa möhtac eyləmə. Məclis yaraşığı, usta daşığı, salıb qara tola möhtac eyləmə. İşməyərlər, qoy düşsünlər dərindən. Bilməyərlər, qoy soruşsun belindən. İşləməsə, qoy yox olsun yerindən. Sağ qolu, sol qolu möhtac eyləmə. Bilən başa salsın, bilməyərləri. Nə lazım çoğlamaq qələm dəftəri. Təhqiqdən salıb mərlikləri. Çəkib əyri yola möhtac eyləmə. Bu həyat hər kəsi yandısa oda. Mən şair İlyası salacaq yada. Ölsün, geçsin, yaşamasın dünyada. Atanı oğla möhtac eyləmə. Sanasan gərək. Kim ki düz danışır, sevmirlər onu. Gözün gördüyünü nanasan gərək. Atar eləyəsən, kör yapalağı. Tülkülərin pələk sanasan gərək. Qoyasan dərk qəm, qəlbini sıxa. Yalan danışasan, göz baha-baha. Qışda hərarətin 50-yə çıxa. Yayın ortasında dona biləsən. Bilə-bilə şeytan dolu geyəsən. Kimdən danışsa da bəli deyəsən. Məclislərdə qərəhləri öyəsən, nədələri öyəsən. Alçağı nadanı alasan gərək. Hükmə nə amana, dərək aha. İndi ümid qalıb, tək bir Allaha. Hər kəs kimliyini tanımır daha. İçindən alışıb yarasan gərək. Ay İlyas, ağlını cəm eylə sərdə. Layıqlı kəsləri axla nəzərdə. Söz demə nadana, alçaq namərdə. Çarxın gərdişini qanasan gərək. Ay şair. Sizin o kendi ait yazdığınız kendiniz şiirini dinleyende, okuyanda bende böyle bir fikir yarandı ki o kent coğrafi cihetten ile büyük kent değil. Evet. Ama o kentte Necveddin kendi değil mi? Evet. Orada ne kadar güzel, adlı sanlı, Evet.
ziyalılar yetişibdi. Şəmsi Əlizadə, Əliyar Qarabağlı, Qaysəbə Əlizadə, sonra İlyas Əfəndi Vəfalı və s. və s. Bunun sayın. Kənd balacadır, amma orada nə tər gözəl ziyalılar, şairlər yetişib, çox maraqlıdır və biz buradan elə Borçalımızın bir bucağı olan, bir hissəsi olan, bir nöqtəsi olan həmən o Ləcvəddin kəndinin cəmaatını da salamlayır və ziyalılarına çox sağ olun deyib razılaşır olanlar. Buyur. Hələ belə çəkir. Bu çarpı Levran aylar ötürü. İl qocalır ay şairi. Yaxşını yamala seçə bilmirik. Levran saçımızı yolu ay şairi. Ürək tab gətirmir. Göz deyənmirik. Hələ həqiqəti düz deyənmirik. Alçağın adana söz deyənmirik. Şahmal olub bizi çağırır ay şair. Hər kəsin özünün yeri var yeri. Qoy darışsın kimin varsa hünəri. O məni seçmişəm seçənləri. İndi məndən qisas alır ay şair. Başa çəkdim haqqı əyri görəni. Daha düz seçənmir dağı dərəni. Kasıblara vermir dövlət verəni. Valları yada salır ay şair. Alçaq namər üstümüzə gülməsə, mən şair İlyasa kələk gəlməsə, elə oğullar el qədrini bilməsə, bu dərs ürəyimdə qalır ay şair. Elə verilişini də bu şeirlə yekunlaşdırırıq. Ay şair, Borçalıya xoş gəlirsən, vətəninə xoş gəlirsən. Bu eldə dünyaya göz açıbsan, bu elin ağsaqqallarınla, ziyalılarınla, insanlarınla sənin təmasını, sənin əlaqəni mən bilirəm və harda olduq, sənin yubileylərini harda təşkil elədik, orada ancaq mən sizin haqqınızda xoş sözlər eşitdim. Elə ona görə bütün elimiz adından, Borçalımız adından və həm də Borçalıda onun adət ənənəsini, ədəbiyyatını, şeirini dünyaya çatdıran Haqqa Sarı verilişinin studiyası adından, onun əməkdaşları adından sənin yubileyini bir daha təbrik edirik, sənə uzun ömür arzu edirik və arzu edirik ki 5 kitab yox, bu 15 kitab olacaq inşallah. Tanrıdan sizə uzun ömür, can sağlığı və bütün Borçalımızın ziyalıları adından bir daha təkrar edirəm. Haqqa Sarı verilişinin əməkdaşları studiyası adından, Gürcüstan Müsəlmanları İdarəsi adından sizə uzun ömür, can sağlığı, yeni kitablar, yeni müvəqqətlər arzu edirik. Bir daha xoş gəlibsiniz, bir daha sizə təşəkkür edirik. Sağ olun, sağ olun. Çox sağ olun, Əlmənim, dəvət üçün. Var olun. Siz özünüz elə Borçalımızın bir parçasısınız. Sizin qonağınız olma mənə böyük şərəfdir. Sağ olun. Var olun. Mən də tamaşaçılarımıza öz təşəkkürümü bildirirəm. Vaxt ayırıb bizim bu verilişimizə baxdığınız üçün və öz fikrinizi orada bircə nöqtə ilə, bir şairi ilə, bir sözlə, bir cümlə ilə desəniz, bir daha sizə də öz təşəkkürümüzü bildiririk. Sağ olun, gələn görüşlərə qədər.